Яңгыр сорау намазын икенче төрле истисқа дип атыйлар. Корылык сәбәпле игеннәргә һәм хайваннарга зарар килгәндә, Аллаһ Тәгаләдән яңгыр сорап дуга кылу өчен укыла торган 2 рәкъгать нәфил намазыннан гыйбарәт. Бу намаз ачык һавада да, бина эчендә дә укылырга мөмкин. Район аксакаллары киңәшләшкәч, намазны юлчы чишмәсе янында укырга дигән фикергә килде. Бу яңгыр булганның иң зур сәбәбе менә бу bir-birin bilen bahsləşu, fitnə çıgarı, bir-birinə öpkələv, anarsan din əxillərinə beylənü, anarsan şulay yok zəkat verməv. Mənə Peyğəmbərimiz Muhammed Mustafa sallallahu aleyhi və səlləm aytgan, qayda zəkat yox, şunda yağmur yox indi degan. Şuna görə günahlarımızı Allah Taala'dan yarlıqlarını sırap. İndi şuшы hacetlərimizni, bugünkündə yağmurimizni sırap Allah Taala'dan duga qılıb sırasak, indi şanıb qalabız. Allah Taala bizning dugalarimizni qabul qılar, yağmurlar bo'lar deyib. Çünki Allah Subhanahu Taala aytdı, şahri Ramazan ayında da benim bilan sizning orada pərdə yoxdur. Biz de sizin bilan tup-turu сөйләшәбез deyib. Әйе, җир тереклек һәркем яңгырга сусаган. Ондый вакытларда иманлы кешеләр дуга кылып Аллаһ Тәгаләгә ялвара. Дини китапларда да корылык вакытында яңгыр сорап дуга кылу сөннәт гамәл диелә. Пәйгамбәрбез заманында Пәйгамбәрбез саллаллаһу алейһи ва сәллям бер көнне бер җума намазында җума көнендә хутба сөйләгән вакытында мәчеткә бер сахрада яшәүче бер кеше килеп керә. Peygamberimizge müracaat etip, ya Resulallah, yağmur yağma sebeple bizning kırlarımızda üstürgen rızıklarımız, bütün mallarımız, tirdiklerimiz öyle başladı. Allah'a Teala'dan yalvarıp, kul ko'tarib, dua kılıp yağmur sıra dedi. Peygamberimiz sallallahu aleyhi ve sellem şuluk minbardan kulların köke ko'tarib, Allah'a Teala'dan dua kılıp sıradı. Allahümme ağisna, Allahümme ağisna, Allahümme ağisna. Ya Rabbim Allah'ım, hayırlı, faydalı yağmurlar nasip et bizge dedi. Enes ibn Malik degen sahaba şoşu cumuğa namazında katnaşkan. Enes ibn Malik ayda ol günü bik ayazlı, isi kıyaşlı gün idi. Lakin Peygamberimiz sallallahu aleyhi ve sellem kulların köke ko'tarib dua kılığı bilen dey. Ulamagan yerden qapqara bulut kelip çıktı. Şoşu qapqara bulutlar kelip Medine şəhərinin tirəyağını əyləndirib alıb 6 gün boyu quyosh chiqmıша yağmur yağgan. İstisqa namazının öz qagıydalары бар. Birinчидән намаз укыганда имамнар Пәйгамбәребезнең сөннәте буенча шопаннарын уңнан суга алыштырып киде. 2 рәкъгать намаздан соң хутба әйтелде, Коръан аятлары укылды, вагаз сөйләнде. Һәркем шифалы яңгырыңны бир дип Аллаһ Тәгаләгә ялбарды. Bu yağmur bizning go'shtlar sadaqasi berməyən yağmur yox. Elek bizning əvilər, ətilər, babaylar bizdən mənə hər bir oңuşdan go'sht sadaqası mənə kiçkina şapdan taratıb jirəydik. Suğanından, bərəngdən, nəsə şəşəs mənə şu go'sht sadaqası degan narsani biz birgə tiyir. Əmmə də lakin onu hazır xalq unutdu. Mənə yağmurlar yox. Ne işinsən biz Allah Teala bizə verdi, biz aldıq oңuşunda jeyib aldıq da salıb qoyduk. Əmmə də lakin indi biz üzəbiz qaytarıb verməyimiz Allah Teala bergəndən. Mənə şunun üçün bizə yağmurlar yox. Ramazan ayında min kullarını көтәріп Allah Teala'dan yağmur sorarım. Allah Teala bizge yağmur verir. İnşallah. Шушы көннәрдә истисқа намазлары районыбызның барлык мәхәлләләрендә дә үтәчәк. Әгәр беренче көнне истисқа намазы укып дуга кылганнан соң да яңгыр яумаса, 2 көн дәвамында шул рәвешле истисқа намазы укылырга тиеш.